Bizim ahval perişanımıza Bakı xanlığı 1747-ci ildə Nadir Şahın ölümündən sonra yaranmışdı. İlk Bakı xanı Mirzə Məhəmməd olmuşdur. O, Bakıdan Nadir Şahın əlaltısı olan Səlimi qovdu və özünü müstəqil xan elan etdi. Mirzə Məhəmməd xan dövründə Bakı müstəqil olsa da, onun oğlu Məlik Məhəmməd xan dövründə demək olar ki, öz müstəqilliyini itirdi. Qubalı Fətəli xan nikah diplomatiyasından istifadə edərək öz bacısı Xədicə Bikəni Məlik Məhəmməd xana ərə verərək Bakı xanlığını öz təsiri altına saldı. Faktiki olaraq Məlik Məhəmməd xan Fətəli xanın vassalına çevrildi. Fətəli xanın ölümündən sonra 2-ci Mirzə Məhəmməd xanın hakimiyyət dövründə Bakı xanlığı öz istiqlaliyyətini bərpa edə bildi. Lakin xanlıqda hakimiyyət uğrunda 2-ci Mirzə Məhəmməd xanla onun əmisi oğlu Hüseynqulu xan arasında mübarizə başladı və bu mübarizədə Hüseynqulu xan qalib gəldi. Şəki xanlığı hələ Nadir Şahın sağlığında Hacı Çələbinin başçılığı ilə yaranmışdı. 1747-ci ildə Hacı Çələbi Ərəş və Qəbələ sultanlıqlarını Şəki xanlığına birləşdirdi. Tezliklə o, Gəncə və Qarabağ xanlıqlarını tabe etmək uğrunda mübarizəyə başladı. Şəki xanlığının möhkəmlənməsi Qarabağ, Naxçıvan və İrəvan xanlarını narahat edirdi. Onlar Hacı Çələbiyə qarşı ittifaq bağladılar. Danışıqlar aparmaq üçün 2-ci İrakli müttəfiqlərə Gəncədə görüşməyə təklif etdi. Lakin Qarabağ və Gəncəyi yiyələnməyi qarşıya məqsəd qoymuş Gürcü çarı 1752-ci ildə Gəncə görüşünə böyük bir ordu ilə gəldi və Azərbaycan xanlarını əsir götürdü. Bu hadisə Gəncə şəhərindən yuxarı olan Qızılqaya adlı yerdə baş verdi və ona görə də tarixə Qızılqaya xəyanəti kimi daxil oldu. Bundan xəbər tutan Hacı Çələbi düşməni təqib etdi və Şeyx Nizaminin qəbri yaxınlığında döyüş baş verdi. Hacı Çələbi qalib gəldi, əsir alınmış xanları azad etdi, İraklini qovub Borçalını ələ keçirdi. Bu hadisə milli birlik baxımından tariximizin ən ibrətli dərslərindən biridir. İrəvan xanlığı 18-ci əsrin ortalarında Azərbaycanın qərb torpaqlarında yaranmışdı. Bu xanlığın əhalisi əsasən Azəri türklərindən ibarət idi. Onun əsasını Mir Mehdi xan qoymuşdu.
İrəvan xanlığı Göyçə gölü ətrafında yerləşmiş və 15 mahaldan ibarət idi. Şərur, Suran, Dərək, Saatlı, Tala, Seyidli, Sərdarabad, Gərni, Dərəçiçək, Abaran və Göyçə. Mir Mehdi xandan sonra burada hakimiyyətə gələn Hüseynəli xanın dövründə xanlıq bir neçə dəfə gürcülərin hücumuna məruz qalmışdı. İrəvan şəhərinin əhalisinin 1/4 hissəsini təşkil edən ermənilər bu yürüşlər zamanı gürcülərə köməklik etmişlər. 1779-cu ildə 2-ci İrakli İrəvan xanlığının üzərinə yeni hücum təşkil etdi. Lakin güclü müqavimətə rast gəldi və geri çəkildi. 1783-cü ildə İrəvanda üsyan baş verdi və nəticədə Hüseynəli xan öldürüldü. Hakimiyyətə onun oğlu Qulaməli xan gəldi. 1785-ci ildə 2-ci İraklinin köməyi ilə təşkil olunmuş sui-qəsd nəticəsində Qulaməli xan öldürüldü. Hakimiyyət onun qardaşı Əli Məhəmməd xanın əlinə keçdi. Bu daxili çəkişmələr nəticəsində xanlıq xeyli zəiflədi və bir müddət Xoy xanlığından asılı vəziyyətə düşdü. 1785-1786-cı illərdə İrəvan xanlığı Avar xanı Umma xanın hücumlarına məruz qalmışdı. Bu dövrdə xanlıq xeyli zəifləmişdi. 1795-ci ildə Ağa Məhəmməd Qacar İrəvan hakimi Məhəmməd xanı həbs edərək yerinə Əliqulu xanı qoydu. 1797-ci ildə Ağa Məhəmməd Şahın ölümündən sonra əhali Əliqulu xanı şəhərdən qovdu. Yeni İran şahı Fətəli Şah Məhəmməd xanı həbsdən azad etdi və yenidən İrəvanda xan təyin etdi. Məhəmməd xan müstəqil siyasət yürütməyə çalışırdı. Sərəb xanlığının əsası Şeyqai tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdur. Sərəb xanlığı zəif xanlıqlardan biri idi. 18-ci əsrin 50-ci illərin əvvəllərində bu xanlıq Fətəli xan Əfşar tərəfindən tabe olunmuşdur. Sonradan isə Məhəmməd Həsən xan Qacarla mübarizədə öz müstəqilliyini itirməyə məcbur olmuşdur. Kərim xanın ölümündən sonra Sərəb xanlığı yenidən müstəqilliyinə nail oldu. Şamaxı xanlığı Nadir Şahın ölümündən sonra yaranmış xanlıqlardan biri olmuşdur. Burada iki hakimiyyətlik mövcud idi. Bir hissəsində hakimiyyət Hacı Məhəmməd Əli xanın əlində idi. Bura Yeni Şamaxı adlandırılırdı. Digər hissəsində Xan Çobanı tayfasından olan Məhəmməd Səid xanın hakimiyyəti bərqərar olundu. Bu hissənin mərkəzi Köhnə Şamaxı idi. 1763-cü ildə Məhəmməd Səid xan elatların köməyi ilə Yeni Şamaxını tutdu və Məhəmməd Əli xanı əsir aldı. Yeni və Köhnə Şamaxını birləşdirdi. 1767-ci ildə Şamaxı xanlığı Şəki və Quba xanlıqları arasında bölüşdürüldü. 1768-ci ildə Qubalı Fətəli xan Şamaxı xanlığının Şəki xanlığına çatmış ərazisini tutdu. Fətəli xanın ölümündən sonra Şəkili Məhəmməd Həsən xan Şəkinin müstəqilliyini bərpa etməklə yanaşı ətraf yerləri də öz nüfuz dairəsinə cəlb etmək istəyirdi. O 1790-cı ildə Şirvanı idarə edən Əhməd xanı oradan sıxışdırıb çıxartdı. Şirvan xanlarının hakimiyyətini bərpa etdi. Ərdəbil xanlığının banisi Şahsevən tayfasının başçısı olan Bəbir xan idi. Bəbirin oğlu Nəzərəli xan dövründə Kərim xanzənd və Qacarlarla münasibət gərginləşdi. Kərim xanzəndin məsləhəti ilə Gilan hakimi Hidayət xan Nəzərəli xanın üzərinə basqın edib onu əsir götürdü və Əncəliyə apardı.
Lakin Kərim xanın ölümündən sonra Ərdəbillilər Gilana hücum edib Nəzərəli xanı əsirlikdən qurtardılar. 1784-cü ildə Qubalı Fətəli xan Ərdəbili zəbt etdi. Bu Rusiyanın narazılığına səbəb oldu və Rusiyanın tələbi ilə Fətəli xan Ərdəbili tərk etdi. Nəzərəli xandan sonra hakimiyyətə gələn Nəsir xan Qacarlara tabe oldu. Beləliklə İranda mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin ölümündən sonra 70-ci illərin sonunda ölkədə yenə hərc-mərcilik başladı və bundan istifadə edən Cənubi Azərbaycan xanlıqları müstəqilləşdilər. Bu müstəqillik 90-cı illərin əvvəllərində İranda hakimiyyətə Ağa Məhəmməd Şah Qacar gələnə qədər davam etdi. Cənubi Azərbaycan xanlıqları onun tabeliyinə keçdilər. Lənkəran xanlığı hələ Səfəvilər dövlətinin tənəzzülə uğradığı dövrdə yaranmışdı. Qızılağaçlı Musa mərkəzi asları olan Talış xanlığının yaranmasını elan etdi. Lakin Nadir Şahın dövründə Musa xan hakimiyyəti Səfəvilərin nəslindən olan Ərdəbilli Seyid Abbasa verməli oldu. Seyid Abbas xanlığın mərkəzini Lənkərana köçürdü. Onun hakimiyyəti dövründə Talış xanlığı Nadir Şahdan asılı halda idi. Seyid Abbas öz oğlu Cəmaləddini Nadir Şahın yanına qulluğa göndərmişdi. Seyid Abbasın ölümündən sonra Qaraxan taxta sahib oldu. O, Talış xanlığının iqtisadi və siyasi durumunun möhkəmlənməsinə yönəldilmiş bir sıra tədbirlər gördü. Daimi ordu yaradan Qaraxan, yerli iri feodalların mərkəzdən qaçma meyillərinə qarşı mübarizə aparırdı. Xarici siyasətində Qaraxan Rusiyaya meyil göstərirdi. Bu Gilan hakimi Hidayət xanı narahat edirdi. O, 1768-ci ildə Talış xanlığına qarşı hücuma keçdi. Qaraxan müqamət göstərsə də Şindan qalasına çəkilməli oldu. Tezliklə o təslim oldu və böyük məbləğdə töycü verib azad edildi. Gəncə xanlığının banisi Qacar tayfasından olan Şahverdi xan Ziyadoğlu idi. Yarandığı vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum obyektinə çevrilmişdi. Şahverdi xan ölümündən sonra hakimiyyətə onun oğlu Məhəmməd Həsən xan gəldi. O, 1780-ci ildə qardaşı Məhəmməd xanın təşkil etdiyi sui-qəsdin qurbanı oldu. Həmin ildə Gürcü çarı 2-ci İraqli və Qarabağlı İbrahim Xəlil xan Gəncəni tutdular və Məhəmməd xanı kör edib Şuşa qalasına apardılar. Bundan sonra Gəncə xanlığının qaliblərin təyin etdikləri iki nümayəndə, Qarabağ xanlığının nümayəndəsi Qulubəy və Kartli Kaxetinin nümayəndəsi Keyxosrov idarə edirdi. Xanlıqda yaradılmış iki hakimiyyətlik yerli əhalinin vəziyyətini xeyli gərginləşdirdi. 1783-cü ildə burada Hacı bəyin başçılığı altında üsyan baş verdi. Üsyançılar nümayəndələri Gəncədən qovaraq iki hakimiyyətliliyə son qoydular. 1784-cü ildə 2-ci İraqli yenidən Gəncəyə qarşı hücuma keçdi. Bu səfərdə polkovnik Burnaşovun başçılıq etdiyi Rus qoşunları ona kömək edirdi. Lakin Gəncə xanlığı Dağıstan hakimlərinin köməyi ilə düşmənlərə müqavimət göstərə bildi. 1785-ci ildə Gəncədə hakimiyyəti Məhəmməd xanın qardaşı Rəhim bəy ələ aldı. Bundan narazı olan İbrahim Xəlil xan və 2-ci İraqli Gəncəyə daxil olaraq Rəhim bəyi hakimiyyətdən saldılar və hər il İraqliyə 11.500 manat xərac vermək öhdəsinə götürən Ziyadoğlu nəslinin nümayəndəsi Cavad xanı Gəncə xan təyin etdilər. O, 1795-ci ildə bu xəracı verməkdən imtina etdi. Həmin il Ağa Məhəmməd xan Qacarın Tiflisi mühasirəyə aldığı dövrdə Cavad xan ona qoşunla və ərzaqla kömək göstərdi. Xoy xanlığının ilk hakimi Şahbaz xan olmuşdur. Mülayim siyasət yeridən Şahbaz xan Əfşarla dostluq münasibətləri saxlayırdı. Lakin 60-cı illərin əvvəllərində o Fətəli xan Əfşara xəyanət etdi və Urmiyanın mühasirəsi dövründə Kərim xan Zəndə kömək etdi. 1763-cü ildə Şahbaz xan Şiraz qonaqlığında iştirak etmiş və girov götürülmüşdür. Ondan sonra Xoy xanlığının hakimi Əhməd xan Dümbili olmuşdur. O Təbriz xanlığını özünə tabe etdi. Təbriz xanı Nəcəfqulu xan ona hərbi köməklik göstərdi. Əhməd xan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarını da özünə tabe etmişdir. O Qaradağ xanlığı ilə ittifaqa girdi. Urmiya xanlığını isə zəbt etmək fikrində idi. 1783-cü ildə Əhməd xan Təbriz yaxınlığındakı döyüşdə
Təbrizli İmamqulu xan Əfşarı və onun müttəfiqi olan Sərablı Əli xan Şəqaqinin qoşunlarını məğlubiyyətə uğratdı. Bu Xoy xanlığının nüfuzunu xeyli artırdı. 1779-cu ildə Kərim xan öldükdən sonra Şiraz qonaqları geri qayıtmağa başladılar. Şahbaz xanın oğulları da Xoya qayıdıb əmilərinə qarşı çıxdılar. 1786-cı ildə Əhməd xan öldürüldü, lakin bilavasitə qəsdçilər hakimiyyəti ələ keçirə bilmədilər. Xoyda hakimiyyətə gələn Hüseynqulu xan gəldi. Xoy xanlığı getdikcə öz mövqeyini itirdi. İrəvan, Naxçıvan xanlıqları müstəqillik qazandılar. Qaradağ və Təbriz də tezliklə əldən çıxdı. Naxçıvan xanlığının əsasını Kəngərli tayfasının başçısı Heydərqulu xan qoymuşdu. O yerli feodalların köməyi ilə şahın naibi Ağa Həsəni Naxçıvandan qovdu və özünü xan elan etdi. Onun hakimiyyəti dövründə xanlıq xeyli möhkəmləndi. Lakin hərbi cəhətdən zəif olan xanlıq Qarabağlı Pənahəli xandan asılı vəziyyətə düşdü və Şəkili Çələbi xana qarşı mübarizədə Qarabağ xanının müttəfiqi oldu. Heydərqulu xanın ölümündən sonra 1787-ci ilə kimi Naxçıvanda hakimiyyət uğrunda mübarizə gedir. Bu mübarizədə 1787-ci ildə Kərbəli xan qalib gəlir. O həmin ildə Qarabağlı İbrahim Xəlil xanın ona qarşı təşkil etdiyi hücumu dəf edir. Xoy və İrəvan xanlıqlarının köməyi ilə Kərbəli xan 1792-ci ildə İbrahim Xəlil xanın yeni yürüşünə tam gətirir. 1797-ci ildə Ağa Məhəmməd Şah Qacar Kərbəli xanın bir gözünü çıxartdırır və hakimiyyətdən uzaqlaşdırır. Lakin Ağa Məhəmməd Şahın ölümündən sonra tezliklə Kərbəli xan öz hakimiyyətini bərpa edir. Marğa xanlığının əsasını Əliqulu xan Müqəddəm qoymuşdur. Bu xanlıqda 18-ci əsrin ortalarında Fətəli xan Əfşara tabe olmuşdur. Onun ölümündən sonra isə Ağa Məhəmməd Qacar hakimiyyətə gələnə qədər müstəqil idi. Makku xanlığın banisi Bayat tayfasının başçısı Nadir Şahın sərkərdəsi Əhməd Sultan olub. Makku şəhəri Makku xanlığı ətrafında 30 kəndi birləşdirirdi. 19-cu əsrdə İran dövlətinin tərkibində Makku xanlığı uzun müddət öz daxili sərbəstliyini qoruya bildi. Bu dövrdə Makku xanları xüsusilə qüdrətli olmuşlar. Bu xanlıq yalnız 1924-cü ildə ləğv edildi.